şəraflarla dolu qablardakı rəqəmləri tapmalıdır. Bütün iştirakçılar 2 dəqiqə ərzində üzərlərinə düşən vəzifəni uğurla icra edərsə, Amerika səyahətinə namizəd qonaq tapılan rəqəmləri toplamalı, 4 rəqəmli kodu müəyyənləşdirib sandıqçanın qıfılına asmalıdır. Oyun verilən vaxt ərzində dayandırılsa, mərhələ qonağa 100 hal qazandıracaq. Vaxtımız getdi. Mən saatı işə salıram, qoyuram sandığa. Tamam, mənim siz oyunlarına diqqətlə baxın. Kim qorxur, kim ümumiyyətlə can yandırmırsa biz onu uzaqlaşdıracağıq. Vaxtımız getdi dostlar, cəld olaq. Biraz cəld. Tamam, mən ümumiyyətlə heyvanlardan qorxu var hansındansa. Yox, olur da. Aha, 0 tapıldı, birinci. 0 tapıldı, 4 rəqəm qalıb. 3. Əla, yaxşı gedirlər Cavan müəllim. Aha, 3 dənə rəqəm, aha, biri də tapıldı, 5. 2 rəqəmimiz qalıb, əla gedirlər Cavan müəllim, əla gedirlər. Maşallah, dostlarımız çox cəsarət. Konservatoriya ancaq 5 alırdı. Aha, neçə qalıb? 1 Fidan xanım. 1 İlan. Və sonuncu rəqəm də tapıldı. 6. Bravo və stop saxladıq. Əla, super. İştirakçıları dəvət edirik, gəlsinlər studiyaya. Amma hamısı radnoylardır Cavan müəllim, biləsiniz. Hamısı Zalatoylardır, hamısı radnoylardır. Mən baxıram, mən biraz qorxuram. Niyə qorxursun? Çünki maskalarından qorxursun. Əməlli baş. Ecəm modeli sağ olsun, geyimlərin elə tikib ki, heç bilinmir. Bəy hansıdır, xanım hansıdır. Təşəkkürlər, iştirakçılar çox sağ olsunlar. Çox cəsarətli idilər. Cavan müəllimə çox çətin olacaq seçim eləməyə. Amma indi iştirakçılar öz aralarında səs verir, rəqəm olaraq yazırlar planşetə ki, kim zəif idi və yaxud kim onlara mane olurdu. Cavan müəllimdə də bir fikir formalaşacaq, sonda Cavan müəllim qərar verəcək ki, kimin maskası açılsın. Bir nömrəli iştirakçı kim yazır? Yazır və bizə göstərir. 4'ü yazıb Cavan müəllim, 4'ü yazıb ki, zəifdir. 2 nömrəli iştirakçı 3'ü yazıb Cavan müəllim ki, 3 zəifdir. 3 nömrəli iştirakçı 5'i yazıb Cavan müəllim. Hərəsi bir rəqəm yazıb hələ ki. 4 nömrəli iştirakçı 3'ü yazıb. 2 nəfər artı 3'ü fikirləşir. Və 5 nömrəli iştirakçı 3'ü yazıb. Sala bilərsiniz, çox sağ olun. Bunları, bu qiymətləri kim? Qiymət deyil Cavan müəllim. 3 nəfər yazdı, 3'ü ki, biz onu zəif bilirik. Amma sonda yenə siz qərar verirsiniz. Bağışlayız məni. Yox, heç kim incimədi, çünki hamısı sizə görə yazır. Hamısıya da 5 verirdim. Mənim qiymətlərim 5. Amma bu bir oyundur Cavan müəllim. Hər halda başa düşərlər. Mən belə şey İndi kimi uzaqlaşdıraq Cavan müəllim? Qərarı siz verin. 1, 2, 3, 4, 5. Kim gözünüzə biraz... Valla mən belə adamım ki, mən özüm elə hamısını istəyərdim ki, hamı qalsın. Amma oyunumuzun qaydaları var Cavan müəllim. Bəs belə qaydaları kimsə mən gəri çıxardım. Yox, onlar ayrı adamam. Cavan müəllim, onlar bizlə oturacaqlar, yanımızda olacaqlar, hətta söhbət edir. Sadəcə oyuna qoşulmayacaqlar. Bunlar sizə görə gəlib, heç kim sizdən inciyən deyil. Onlar rahat ola bilərsiniz. Bəli. Buyurun bir rəqəmi qeyd edin. Hansının maskası açılsın? Hansı sizə zəif gəlir? Necə deyim? Bax, şirimiz var, ayımız var, meymunumuz var, canavarımız var və bir dənə də şirimiz var. Bəlkə bu meymun yaxşı adamdır. Ola bilər yaxşı adamdır, amma zəif oynayır. Və son qərar verməliyik Cavan müəllim. Bir dənə rəqəm deyirsiniz. Məktəbdə mən çox danışırdım, belə sevirdim danışmağa. Mənə 2 qoyublar bir dəfə. 2 qoyublar ki, sən çox danışansan həyat tonuna. Ona görə ikisini istəyirəm. İkini. Və qəbul elədi. 2 nömrəli iştirakçı ayağa qalxır, üzünü çevirir. Cavan müəllim çox tərs bir seçim elədi. Çünki 2-ni səhv eləmirəmsə 1 nəfər yazmışdı. Cavan müəllim, boy buxundan deyək,
Kim gəlir ağlınıza? Kim olar onun altında? Show biznes adamı da ola bilər, musiqiçi ola bilər, cazmen, aktyor, aparıcı. Hardan bilim. Yaxşı, birinci mərhələdə gördüm ki, tapa bilmirsiniz. Onda 5, 4, 3, 2, 1. O masanın altında opera ifaçısıdır bizim dostumuz Rauf Məmmədzadə. Gül kimi oğlan. Xoş gəlmisiniz. Salam, Siz çox sağ olun. əslində zəif oynamadınız, sadəcə Cavan müəllim məktəbdə 2 aldığı üçün niyəsə sizi uzaqlaşdırdı. Siz də 3-ü yazmışdınız. Sizdə baritondur, yoxsa tenordur? Məndə baritondur cavab. Bariton, amma bu mən də baritonam da. Verilişin ümumiyyətlə energetikası çox gözəldir. Əslində fikirləşirdim ki, sona qədər gedəcəm, amma qismət olmadı. Cavan müəllim məktəb illərini yadına saldı. 2 alıb, 2 rəqəmi də çıxartdı ilk olaraq. Təəssüflər olsun, amma qismət.